İşıq aydınlıq gətirim. Əslində çox təəssüflər olsun ki, müasirliyi mən açıq-saçıq geyinməliyimlə səhv salırlar. Müasirlik əslində savaddır, təhsildir, elmdir, dünya görüşüdür, müasirlik mədəniyyətdir, müasirlik hörmətdir, müasirlik elə o adət-ənənələri qorumaqdır, yaxşı adət-ənənələridir amma. Yəni ki, burada səhv bəli qarışdırılır Nurayna xanım, siz haqlısınız. O həmin dediyiniz o Şirəli babanı şoka salan momentlər, həm də bu psixoloji nüansı var ki, qadının elə orqanları, yəni də hamısını açıb çöldə, o bayırda göstərməsi psixoloji tərəfdən onun enerjisinə mənfi təsir edir. Məsələn, bugün xanımlar var, çox üzr istəyirəm, mən bunu bitirim. Bəzi xanımlar var, məsələn, topik geyinir, bədənin göbək hissəsi görsənilir. Çox üzr istəyirəm, mən bitirim, gənclərimizə ismarış göndərirəm. Bu, qadının enerjisinə, çox üzr istəyirəm, mən bitirim psixoloji nüansı, özümdən demirəm. Bayaq nənədən, babadan dedim, bu amma psixoloji nüansı. İradə xanım deyir ki, psixologiyanı qoyun kənara. Yəni, qoymuram, o öz enerjisinə ziyan vurur o qızlar, açıq şəkildə o qarınlarını göstərirlər, göbək görsənilir falan. Bunu müasirlik kimi bilirlər. Amma həmin qızlar qadın enerjilərinə böyük-böyük zərbə vururlar. Yəni bu mesajı mən gənclərimizə ötürmək istəyirəm. Deməli, göbəyi açıq geyinən qızlar özlərinə ziyan vururlar. Bəli, enerjilərini, qadın enerjilərini belə deyim də. Bir dəqiqə, ardı olaraq da mən bir şey demək istəyirəm. Ardı olaraq